hər bir tərəfində olan dostlarımıza ki, mənim səsimi eşidirlər. Və həmçinin sizə xoş gəldin deyirəm və təbrik edirəm Güney 21 Azər münasibəti ilə. Və təşəkkürümü bildirirəm Güney Azərbaycan Liberal Demokrat Partiyasının başqanı Solmaz Bilgin və eyni zamanda UTA Cəmiyyətinin başqanı Solmaz Bilgin və onun həmsədri Həlmə xanımına. Mən Məryəm Təbrizli Azərbaycanın ürəyindən, yəni Bakıdan gəlib və sizə bol-bol salamlar və sevgilər gətirmişəm. Amma bu konferansda bir Güney Azərbaycanlı və bir Təbriz qızı olaraq 21 Azər hərəkatına görə düşüncəmi sizlərə və dünyanın hər bir tərəfində məni eşidən dostlarımıza açıqlayıram. Bundan qabaqki 21 Azər tədbirlərimizdə dostlarımız ancaq pişəvəridən və o əzizin dəyərli hərəkatından yad ediblər və danışıblar. Bu iş dəyərli və çox gözəldir. Amma bugün mən bir xanım olaraq bu məsələni biraz dərin açıqlamaq istəyirəm. O da budur ki, əgər pişəvərinin anası olmasaydı, pişəvəri kimin bir qəhrəman olardı ki, Güney Azərbaycanda olan insanlara, hətta əgər az da olsa, azadlığın dadın anlada, tabii ki, yox. Pəs biz burada görürük ki, hər bir qəhrəmanın arxasında bir güclü ana var ki, onu düzgün tərbiyyət eləyib, ya bir güclü qadın ki, həyat yoldaşı olaraq o qəhrəmanın dibində dayanıb və ona dəstək olur. Sizcə, Güney Azərbaycanda olan dostlarımız ki, indi öz təbii həqlərin tələb elədiklərine görə zindanlardadılar, aya onların xanımları bir qəhrəman sayılmırlar. O əziz xanımlarımız dövlət baskısının altında və sevdiği insanlardan uzaq olaraq öz zindəcanlıqların və uşaqların qoruyub və tərbiyyət edirlər. Biz burada görürük ki, bir xanımın nə gücü var. Amma təəssüflərlə bizim əziz xanımlarımız öz güclərinə inanmırlar. Misal olaraq, yadımızdan çıxmasın, bizim Tomruz anamız və ya Zeynəb Paşa və ya Ərdəbildən Həzər xanımımız ki, öz canların ələ alıb və mübarizələr aparıblar. Məncə bugünkü hərəkət, yəni ilk dəfə, yenə də təkrar edirəm, ilk dəfə xanımlar tərəfindən 69 ildən sonra qeyd olunan 21 Azər tədbiri bir başlanğıcdır. Bizlərə ki, nədən gələcək milli qəhrəmanımız bir xanım olmasın. Bir xanım ki, öz evində o gücə sahibdir ki, bir kiçik caməni, yəni öz xanivadəsini və öz ailəsini yığa bir yerə və hər nəyi öz yerində idarə eləyə, o xanivadədə olan sürə o toplum dağılmır. Bəs bir xanımın o gücü var ki, eləyə bilər bir böyük toplum, yəni bir camiyə və bir millətə də hökumət eləyə. Mən buradan bir liberal feminist olaraq demək istəyirəm ki, gələcək bizimdir. Əgər biz öz gücümüzə inansaq, çünki gələcəyin nəslinin tərbiyyəti bizim əlimizdə. Yəni bir anaların əlində. Bizik ki, eləyə bilərik həm bir qəhrəman tərbiyyət eləyək, ya qız, ya oğlan. Ki, qadir olan millətin part-şonizmin istismarından qurtarar və millətinə azadlıqların və öz dillərin geri alıb və əldə saxlamaqların imkan yaraldar. Ya da ki, əksinə, eləyə bilərik bir zəif uşaq tərbiyyət eləyək ki, qala istismarın baskısının altında və icazə verər ki, başqaları onun və millətinin həqqin qoya ayağının altına. Əziz dostlarımız, sizcə biz bir ana olaraq uşaqlarımızı bu iki vəziyyətin hansısında görmək istərik? 100% bir ana uşağının hər nəyin yaxşısına layiq görər. Mən bundan artıq siz əzizlərimizi
əzizlərimizin dəyərli vaxtını almıram. Fəqət buradan ələni olaraq öz fəaliyyətimi Güney Azərbaycan Liberal Demokrat Partiyasının Liberal Feminist bölümünün sədr müavini olaraq açıqlamaq istəyirəm. Mən 2 il qeyri-ələni bu təşkilatla fəaliyyətim var idi və bundan sonra da güclü səviyyədə ələni olaraq idaməsi olacaq. Siz əziz xanımlarımızdan dünyanın hər bir tərəfində, məxsusən Güney Azərbaycanda olan xanımlarımızdan dəstəklərinizi gözləyirik. Və sözümün axirində təşəkkür edirəm. DAQ-da olan başqanlarımızdan Sabir Rüstəmxanlı və Əjdər Tağızadədən ki, mən 3 il DAQ-da üzv olduğum sürə imkan yaratdılar ki, mən bir xanım olaraq onların siyasi və ictimai düşüncələrindən bəhrə aparam. Güney Azərbaycanımıza müstəqil, güclü və xoş gələcək arzulayıram və bu gerçəyə inanıram. Yaşasın Azərbaycanımız, yaşasın Türk milləti.